Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ermənistandan açıqlama. Türkiyə qadağanı götürdü. Rusiya qarşı şok. Ermənistan seçim qarşısında Putinə dərs vermək lazımdır. Ermənistana qayıdacaq Azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? İrəvan üçün təhlükə. Makronun şok planı üzə çıxdı. Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin Ermənistanla iki tərəfli ticarətə qoyduğu məhdudiyyətlərin aradan qaldırılması barədə açıqlama verib. Telegraf xəbər verir ki, açıqlamada Ankaranın qərarının Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Türkiyənin Ermənistanla iki tərəfli ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayırıq. Bu, iki tərəfli münasibətlərin normallaşdırılması prosesinin daha bir nəticəsidir. Bu qərar iki ölkə arasında ticarət və işgüzar əlaqələrin genişləndirilməsi, regionda iqtisadi əlaqələrin təşviq edilməsi, sülh və rifahın təmin edilməsi baxımından vacibdir. Bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində atılan mühüm addımdır və məntiqi olaraq bu, Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması yolu ilə davam edə bilər. Xarici İşlər Nazirliyi qeyd edib. 300 mindən çox Azərbaycanlının Ermənistana, Qərbi Azərbaycana qayıtmasına hazırlıq gedir. Bu iddia ilə erməni politoloq Artur Xaçıqyan çıxış edib. Xaçıqyan geri qayıdacaq Azərbaycanlıların daha çox hansı ərazilərdə məskunlaşacağı ilə bağlı fikirlər irəli sürüb. İlkin olaraq 300 min Azərbaycanlının qayıdacağını düşünsək, onların sayının 1 milyona qədər artdığı da deyilir. Bu, təxminən 300 kənd deməkdir. Çünki Ermənistanda orta hesabla bir kəndin əhalisi 1000 nəfərdir. Gəlin bu rəqəmin 1/3 hissəsini, 100 kəndi götürək. Azərbaycanlılar hansı kəndlərdə məskunlaşacaqlar? Güman ki, onlar daha çox 1988-ci ildə Ermənistandan çıxmazdan əvvəl yaşadıkları ərazilərdə məskunlaşacaqlar. Həmin ərazilər məlumdur. Onlar xüsusilə Sevan, yəni Göyçə gölünün şərqində və Sunik Qafan, yəni Zəngəzur Qafan bölgəsində kompakt yaşayırdılar. Ehtimal ki, geri qayıdacaq Azərbaycanlılar əsasən bu bölgələrdə yerləşəcək, o bildirib. Erməni politoloq iddia edir ki, Göyçə gölünün şərq hissəsi və Qafan bölgəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Sevan gölünün şərq hissəsi strateji əhəmiyyət daşıyır. Qafan bölgəsi də Naxçıvanın Azərbaycana quru ərazi ilə birləşdirilməsində rol oynaya bilər. Bu necə ola bilər? Azərbaycanlılar bu bölgələrdə məskunlaşdıqdan sonra həmin ərazilərin bolşeviklər tərəfindən ermənilərə verildiyi məsələsini qaldıracaqlar. Daha sonra tarixi ədalətsizlik adlandırdıqları bu məsələni həll edəcəklər. Erməni politoloq iddia edib. Ermənistanın radikal müxalifətinin liderləri Robert Köçəryan, Serj Sarkisyan, Samvel Karapetyan və Qaqiq Sarukyan Rusiyadan idarə olunur. Telegraf xəbər verir ki, bunu Ermənistanın Respublika uğrunda partiyasının sədri Arman Babacanyan deyib. Bütün həyatları boyu vassal, yaltaq və adam yeyən olan bu radikalların fikir müəllifi dövlətimizi zəbt etməyə çalışan Putindir. Rusiya üçün Ermənistan sadəcə piyadadır. Buna görə Samvel Karapetyanı irəli sürüblər. Ermənistan təhlükə qarşısındadır, o bildirib. Babacanyanın sözlərinə görə erməni xalqı iyunun 7-sində keçiriləcək parlament seçkilərində Rusiya və radikallara vassal olmaq istəmədiyini göstərməlidir. Onları əzmək iyunun 7-sində Putinə dərs vermək lazımdır. Siyasətçi əlavə edib ki, Qaqiq Sarukyan oğlunu Belarusda gizlədir. Cinayətkarın oğlu törətdiyi qətillərlə tanınan Niviriki Belarusda gizlədilir. Öz keyfiyyətsiz konyaklarını da aparıb orada satır. Babacanyan əlavə edib ki, Sarukyan, Köçəryan və Daşnak Sütun liderləri cinayətkar əməllərə görə həbs edilməlidir. Vətəndaşların özləri də etiraf edirlər ki, rüşvətlə Sarukyana səs veriblər, amma buna baxmayaraq hələ də azadlıqdadır. Sarukyan, Daşnak Sütun, Sarkisyan və Köçəryan qanlı 1 mart hadisələrinə görə də birbaşa məsuliyyət daşıyırlar. Fransa prezidenti Emmanuel Macronun Ermənistana karnavalı xatırladan səfəri ermənilərin gözündə özünün xilaskar obrazını canlandırmağa hesablanmışdı və ölkəsində siyasi legitimliyi sual altına düşmüş bir lider üçün bu olduqca acınacaqlı mənzərə idi. Çünki Macron İrəvan küçələrində sözün həqiqi mənasında şou sərgiləyirdi. Gah musiqi alətində ifa etməyə çalışır, gah səhər qaçışı edir, gah da vaxtını restoranlarda keçirirdi. Macron bununla ermənilərə xilaskar qəhrəman kimi
görünmək istəyirdi. Analoji mənzərə 6 il öncə 2020-ci ildə 2-ci Qarabağ müharibəsində də müşahidə edilmişdi. Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Fransa prezidenti müharibədə Ermənistanı xilas etmək, torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını almaq istəsə də, məktub planları baş tutmadı. Makron indi özünü sanki Ermənistanı xilas etmiş kimi aparır. Halbuki prezident İlham Əliyevin də dediyi kimi, gücləri var idisə, həmin vaxt bunu edərdilər. Dövlət başçısı Zəngilanda çıxışı zamanı bu məsələyə xüsusilə toxundu. Bugün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında. Gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi gücü boşboğazlıqdır. Ona görə də öz ölkələrində onların dəstək əmsalı 10-15%dir. İndi güya ki Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Prezident az çəkməsə də söhbətin Makrondan getdiyi bəllidir. Makron İrəvandakı şousu ilə uçuruma yuvarlanan reytingini xilas etməklə yanaşı, Fransanın neokolonialist siyasətini Cənubi Qafqaza yaymaq niyyətindədir və bu planda ağasız yaşaya bilməyən Ermənistan əsas vasitədir. Qarabağ münaqişəsinin bitməsindən və Azərbaycanla sülh prosesinin irəliləməsindən sonra da Ermənistanın ağa axtarışı bu ölkənin dövlətçilik ənənələrinin olmadığını bir daha ortaya çıxardı. Dünənə qədər Rusiyanı ağa kimi görən Ermənistanın indi Fransanın simasında yenisini tapdığı görünür. Ermənilərə ağalıq edən Fransanın əsas məqsədi Afrikada itirdiyi təsir imkanlarını Cənubi Qafqazda kompensasiya etməkdir. Makronun İrəvana gəlişi yaratmaq istədiyi obraz Fransanı Azərbaycan-Ermənistan sülh danışıqlarında təminatçıya çevirməyə, prosesdə ermənilərin xilaskarı rolunda çıxış etməyə və Cənubi Qafqazda təsir imkanlarını gücləndirməyə hesablanıb. Halbuki Fransanın Cənubi Qafqazda daxil olmaqla müxtəlif bölgələrdə həyata keçirdiyi rol qan və müharibə ilə nəticələnib. Fransa 2012-ci ildən sonra Ukrayna-Rusiya münaqişəsində vasitəçilərdən biri kimi aktiv rol oynamağa başladı. Hərçənd bu vasitəçilik nə münaqişənin həllinə imkan yaratdı, nə də sülhü təmin etdi. Əvəzində Fransa bu prosesdən geosiyasətdə güclənmək naminə istifadə etdi. 2012-2016-cı illərdə Fransa sülhü təmin etmək adı ilə Maliyyə və Cənubi Afrika respublikalarına hərbi müdaxilə etdi. Nə sülh əldə edildi, nə də problemlər. Əvəzində Fransanın keçmiş müstəmləkəçilik siyasəti qitədə daha da gücləndi. 2017-ci ildə hakimiyyətə gələn Emmanuel Macronun əsas istiqaməti də Afrikada təsir imkanlarını saxlamaq və münaqişələrdən qazanc əldə etmək olub. Sonuncu dəfə Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə Fransa sülh naminə vasitəçilik etmək cəhdlərinə baş vurdu və təbii ki, niyyəti enerji maraqlarından tutmuş Afrikada siyasi güc olmağa qədər çoxsaylı hədəfinə nail olmaq idi. Macronun cəhdləri baş tutmadı. Müharibə başladı. Eyni mənzərə Cənubi Qafqazda da yaşanıb. 30 il ərzində bu ölkənin vasitəçilik etdiyi Qarabağ məsələsi sülh danışıqları ilə yox, müharibə ilə həll edildi. Çünki məqsəd problemi həll etmək yox, Ermənistanın maraqlarını müdafiə etmək idi və işğalçı ölkə cəzasızlıq mühitindən yararlanaraq işğala son qoymur, əksinə Azərbaycana qarşı yeni işğal planları hazırlayırdı. Nəticə etibarilə 44 günlük müharibə baş verdi. Azərbaycan Fransanın da iştirak etdiyi vasitəçilik missiyasının əldə edə bilmədiyini, etmək istəmədiyini həyata keçirdi. Münaqişəyə son qoydu, torpaqlarını azad etdi. İndi Azərbaycanın təşəbbüsü ilə regionda sülh perspektivləri yaranıb. Makron isə ağalıq etməyə çalışdığı Ermənistan üzərindən prosesə müdaxilə etmək və sülh gündəliyini dağıtmaq niyyətindədir. Bu cəhdlər təkcə regiondakı sülh gündəliyinə təhlükə yaratmır. Eyni zamanda Ermənistan üçün də arzulunmaz risklər vəd edir.